Hər vaxtınız xeyir olsun, hörmətli bağça müdirləri və bağça müdürü işləmək istəyən, işə qəbul imtahanına hazırlaşan namizədlər, hər birinizi bu gözəl payız günündən salamlayıram və söz verdiyim kimi sizə məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışanların, yəni bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi çərçivə sənədini bugün izah edəcəm. Bilirsiniz ki, bu sənəd Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən hazırlanıb və test imtahanı mərhələsinin qaydalarını, test imtahanı mərhələsinin çərçivəsini bizə təqdim edir. Bu ən son sənəddir, 2025-ci ildə hazırlanan və bugün mən sizə bu sənəddə nəzərdə tutulan bütün məsələləri, yəni diaqnostik qiymətləndirmə çərçivəsinin hüquqi bazasını, test imtahanı mərhələsini ki, necə keçiriləcək, burada nələr nəzərə alınacaq. Mən bilirəm ki, bir çoxunuz bu diaqnostika imtahanını artıq hazırlaşmağa başlamısınız və maraqlanırsınız ki, test imtahanı necə keçiriləcək, hansı test sualları düşəcək, necə olacaq, hansı mövzuları əhatə eləyəcək. Əslində bütün bunlar hamısı burada bu çərçivə sənədində öz əksini tapıb və bugün mənim məqsədim sizə tam sadə dillə bu sənəddə nələr nəzərdə tutulub, onu izah etməkdir ki, heç bir qaranlıq məqam qalmasın və hətta əgər siz özünüz sərbəst şəkildə hazırlaşırsınızsa bu diaqnostika imtahanına, yəni heç bir təlimə qatılmadan, hətta bu izahı izləməklə, bu sadə izahı izləməklə diaqnostik çərçivə sənədində nəzərdə tutulan məsələləri mən əminəm ki, bu sizin üçün çox faydalı olacaq. Sanki bir yol xəritəsi olacaq ki, hər dəfə baxıb necə bir istiqamət götürəcəyinizi, necə hazırlaşacağınızı əslində bu video izaha, indi çəkdiyim video izaha baxaraq müəyyənləşdirə bilərsiniz ki, sizin üçün çox rahat olacaq. Və burada qeyd olunub həm test imtahanı necə keçirilir, test imtahanına hazırlıq üçün tövsiyə olunan ədəbiyyat hansıdır və qiymətləndirmə cədvəli, hansı ki, sizi necə qiymətləndirəcəklər, hansı suallar olacaq, sual sayı nə qədər olacaq. Bax, bütün bunların hamısını bugünkü video izahda mən sizə təqdim eləyəcəm. Odur ki, tövsiyə eləyirəm ki, özünüzlə isti bir çay götürün, əyləşin, diqqətlə baxın, yadda saxlayın, hətta özünüz üçün qeydlərinizi aparın. Onu da deyim ki, hörmətli bağça müdirləri, bilirsiniz ki, mən hazırlığımı, təlimlərimi, ödənişli təlimlərimi, yəni söhbət gedir. Həm fərdi, həm də qrupla həyata keçirirəm, qrup qaydasında və qrupda müəllim sayını kifayət qədər aşağı tuturam ki, bütün müraciət edən müəllimlər həmin dərslərdən tam şəkildə yararlanmış olsun, hamıya eyni dərəcədə yanaşa bilək, hamı eyni cür, eyni qaydada öyrənə bilsin, heç kim geri qalmasın və hətta sizlərin də müəyyən xahişlərini nəzərə alaraq, fikirlərinizi nəzərə alaraq bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi və işə qəbul imtahanına hazırlıq üçün önümüzdə gələn yalnız noyabr ayına xüsusi bir endirimlə mən qruplara qeydiyyat aparacağam. Həm fərdi hazırlıqda endirim olacaq, həm qrup məşğələlərimizdə endirim olacaq. Hər birinizə tövsiyə eləyirəm ki, bu fürsətdən yararlanasınız, çünki yalnız endirim noyabr ayına aid olacaq. Yəni noyabr ayında qoşulan müəllimlərə aid olacaq. Və mənimlə qeydiyyat üçün və ətraflı məlumat üçün 055 933 55 75 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz ki, dərslərimiz həftədə neçə dəfə keçirilir, nə qədər keçirilir, müddəti nə qədərdir, necə keçirik, hansı qaydada. Mən sizə izah eləyirəm və sizi hazırlaşdırıram. Bunun üçün mənə 055 933 55 75 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz, hörmətli bağça müdirləri, və ümid eləyirəm ki, bugünkü izahım sizin üçün faydalı olacaq və buna baxmaqla əslində siz özünüz də hazırlaşa bilərsiniz. Bu hər birinizi ümumiyyətlə dəvət eləyirəm ki, bu izahı diqqətlə dinləyəsiniz. Çünki biz birinci bilməliyik ki, yəni bu bilirsiniz nəyə görə vacibdir? Birinci bilməliyik ki, bu çərçivə sənədinə baxıb ki, dövlət bizdən nəyi tələb eləyəcək? Suallar hansı qaydada salınacaq? Hansı mövzulardan salınacaq? Bizi necə qiymətləndirəcəklər? Necə dəyərləndirəcəklər? Bax, bunu öyrənmək üçün mütləq çərçivə sənədinə diqqətlə baxmalıyıq ki, elə bir yol bizə aydın olsun. Bir var bilinməyən bir yolla gedirik, bir də var ki, bilinən bir yolla gedirik də, yol bizə aydındır. Onda irəliləmək də asan olur, məqsədə çatmaq da asan olur. Bax, bu çərçivə sənədini mən sizin hər birinizdən xahiş edirəm ki, bu cür dəyərləndirəsiniz ki, sizin üçün bir yol xəritəsidir, yolunuzu aydınladır bu sənəd ki, nəyə, necə hazırlaşmaq lazımdır.
Deməli belə, hörmətli müəllimlər. Giriş hissədə biz dedik ki, giriş hissədən ibarətdir və daha sonra gəlir diaqnostik qiymətləndirmə çərçivəsinin hüquqi bazası, sonra test imtahanına hazırlıq üçün tövsiyə olunan ədəbiyyat hissəsi və qiymətləndirmə cədvəlindən mən həmin hissələri bir-bir sizə sadə dillə izah eləyəcəm. Deməli, giriş hissədə verilir ki, diaqnostik qiymətləndirmə prosesi bir kompleks yanaşma tələb edir və bunun üçün müxtəlif alətlərdən istifadə olunması tövsiyə olunur və bu alətlərdən biri kimi çıxış edən test imtahanının məqsədi rəhbər vəzifələrdə çalışanların bilik və bacarıqlarını qiymətləndirmək, bu hissəni diqqətlə dinləyin və imtahan prosesində toplanan məlumatları ölçərək təhlil etməkdir. Yəni, dövlət diaqnostik qiymətləndirməni həyata keçirir ki, bu sahədə çalışan, yəni məktəbəqədər müəssisələrə rəhbərlik edən şəxslər arasındakı bir vəziyyəti təhlil eləsin. Bir diaqnostikada bir diaqnoz qoysun, vəziyyəti ümumilikdə bir qiymətləndirsin. Bu məqsədlə keçirilir. Bilirsiniz ki, qiymətləndirmənin növlərindən biri də elə diaqnostik qiymətləndirmədir. Bax, bu həmin o diaqnostik qiymətləndirmə eyni şeydir. Və burada baxırıq ki, əziz bağça müdirləri, bu sənəd sizin diaqnostik qiymətləndirmə imtahanına hazırlaşmağınıza bir növ kömək üçün hazırlanıb. Bir baxırıq, bir müəyyənləşdiririk ki, burada bizdən nə tələb olunur və daha sonra otururuq, yavaş-yavaş mövzularımıza hazırlaşırıq. Məqsəd də burada deyərdik ki, sadədir. Azərbaycan məktəbəqədər təhsil sisteminə rəhbərlik edən şəxslərin, yəni sizlərin, bağça müdirlərinin bilik, bacarıq və pedaqoji liderlik səriştələrini, qabiliyyətlərini, bacarıqlarını, kompetensiyalarını ölçmək və inkişaf etdirməkdir. Bu sənəd əsaslanır, deməli, çərçivə sənədi Azərbaycan qanunvericiliyinə, Azərbaycan Respublikasının qanunlarına, həm də beynəlxalq keyfiyyət meyarlarına əsaslanır. Və həm Azərbaycan Respublikasının özünün daxili hüquqi aktları və beynəlxalq təcrübəyə əsaslanır. Yəni, ikisini birlikdə, həmin iki meyarı birlikdə biz burada götürürük. Və sənədin sonunda sizə mən məlumat verəcəm hüquqi baz haqqında, test imtahanının strukturu haqqında, hazırlıq üçün ədəbiyyat seansı və qiymətləndirmə cədvəli dedik ki, tanış edəcəm. Amma istəyirəm ki, giriş hissənin üzərində də yenə bir qədər dayanaq. Siz onsuz da bunu oxuyacaqsınız, bu hissəni oxuyacaqsınız. Amma mən istəyirəm ki, bu hissədən çıxardığımız nəticəni sizinlə bölüşüm ki, bir ümumiləşsin üçün daha sadə olsun. Oxuduqdan sonra bu izahı, hətta bu izahı dinləyə-dinləyə həmin sənədi vərəqləyib baxa bilərsiniz. Mən sizin hər birinizə həm də onu tövsiyə eləyirəm ki, bu PDF-i mütləq endirin, internetdən endirin. Bəlkə də bir çoxunuzda artıq var, yoxsa da mütləq endirin, PDF şəklində özünüzdə olsun. Hətta çapa vurun, fiziki şəkildə, yəni kağız kimi əlinizin altında olsun. Üstündə də qeydlərinizi apara bilərsiniz. Hətta bu izahı da elə dinləyin. Deməli, bu sənəd bizə göstərir ki, biz nəyi öyrənməliyik imtahana qədər, diaqnostikaya qədər, diaqnostika imtahanında bizdən nələr soruşulacaq və buna necə hazırlaşmalıyıq ki, yüksək nəticə göstərək, yəni aydın şəkildə bizə izah eləyir də bunu. Yəni, bu sənəd bizim üçün dedik ki, bir yol xəritəsidir. Və əsas fikirləri bunlardır. Dünyada məktəbəqədər təhsildə sınaqdan keçmiş yaxşı təcrübələr var, bilirsiniz ki, qabaqcıl ölkələrin bu sahədə. Estoniya kimi, Finlandiya kimi və biz bu təcrübələri Azərbaycan şəraitinə, yəni ölkəmizin şəraitinə uyğunlaşdırıb tətbiq etməklə bağçalarımızın keyfiyyətini də yüksəltməyə çalışırıq. Əslində burada bütün bu diaqnostika imtahanının keçirilməsinin, sertifikasiya imtahanının keçirilməsinin, müəllimlərin işə qəbul imtahanının keçirilməsinin əsas məqsədi nədir? Təhsildə keyfiyyəti artırmaqdır da, yəni müəllim heyəti arasında. Ən yaxşı müəllimləri seçmək, ən yaxşı müdirləri seçmək. Bəs bunu etmək üçün nə etməliyik? Təbii ki, onları diaqnostik qiymətləndirmədən keçirməliyik, sertifikasiyadan, müəllimlərin işə qəbul imtahanından. Bax, bunun əsas məqsədi o keyfiyyəti artırmaqdır, yaxşıların yaxşısını seçməkdir. Və müdirin rolu da burada nədir? Müdirin rolu, yəni bağçanın rəhbəri sadəcə idarəçi deyil. Yəni dünya təcrübəsində, qabaqcıl təcrübədə, həm də tədrisin keyfiyyətinə birbaşa təsir edən bir liderdir əslində bağça müdiri. Buna görə də rəhbərin peşəkar, bilik və bacarıqları nə olmalıdır müəllimlər? Mütəmadi olaraq yenilənməli və yoxlanılmalıdır. Beləcə də bu diaqnostik qiymətləndirmənin məqsədi də bu imtahanı müəllimlər, xahiş edirəm, yəni bir stres mənbəyi kimi görməyin özünüzə, bir cəza kimi, yəni belə düşünən təəssüflər ki, müəllimlər də var. Amma bunu fürsət kimi dəyərləndirən müəllimlər də var ki, öz bacarığına, biliyinə güvənir, hazırlaşır, hər daim özlərində işləyir
Yəni mən də müəllim olaraq daim öz üzərində işləyirəm. Yəni daim oxuyuram, araşdırıram, tədris etdiyim mövzularla bağlı və bunu bir fürsət kimi dəyərləndirmək lazımdır ki, topladığımız bu günə qədər olan təcrübələri, bilikləri, məlumatları gedib həmin test imtahanında göstərib yüksək bir nəticə əldə etmək və nüfuzumuza nüfuz qatmaq kimi bir fürsət kimi bunu dəyərləndirin, hörmətli müəllimlər. Buna stres mənbəyi kimi, bir cəza kimi görməyin, çox xahiş edirəm. Və imtahana hazırlaşarkən də çalışın o stresdən uzaq qalın. Yəni onsuz da mövzuları əgər mahiyyətini dərk eləyib öyrəniriksə, bir problem olmayacaq. Yəni yüksək bir nəticə göstərməyimiz ehtimalı çox yüksəkdir. Yəni imtahan nəticələri nə deməkdir burada? Sizə hər hansı sahələrdə də, yəni gördüyünüz işlə bağlı hansı sahədə uğurlu olduğunuzu göstərəcək, güclü olduğunuzu göstərəcək bir növ SWOT analizi kimi bir şeydir də bu. Həm də hansı sahələrdə, hansı mövzular üzrə əlavə dəstəyə ehtiyac olduğunuzu göstərəcək. Və test imtahanı nə üçündür? Bilirsiniz ki, mərhələlərdən birincisi test imtahanıdır da. Diaqnostik qiymətləndirmə, yəni bir neçə vasitə ilə keçirilə bilər. Onlardan ən məqbul olanı testdir. Ona görə test mərhələsi var. Və bu mərhələdə ölçüləcək bu testlərdə sizin idarə etmə bilikləriniz, pedaqoji liderlik bacarıqlarınız və həmçinin məktəbəqədər təhsilin prinsiplərini bilmə səviyyəniz ki, məktəbəqədər təhsilin məzmunu, metodikası haqqında sizin ümumiyyətlə bilikləriniz necədir, vəziyyət necədir? Və bu çərçivə sənədində dedik ki, həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq keyfiyyət meyarlarına əsaslanır. Siz burada əldə edəcəksiniz hüquqi baza haqqında məlumat, test imtahanının strukturu, yəni bu şeylərə baxacaqsınız və nəyi öyrənməli olduğunuzu biləcəksiniz. Yəni ona görə mütləq mən sizin hər birinizə tövsiyə edirəm ki, bu çərçivə sənədini diqqətlə oxuyun. Yəni dönə-dönə bunu təkrar-təkrar bilərəkdən xatırladıram sizə. İndi gəlin baxaq ki, diaqnostik qiymətləndirmə çərçivəsinin hüquqi bazası nəyə əsaslanır? Baxın müəllimlər, burada bir neçə sənədin adı keçir. Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər və məktəbəqədər təhsildə həmin bu prioritetlər sənədində, yəni qarşıya qoyulan 2030-a qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair qarşıya qoyulan məqsədlərin içərisində biri də məktəbəqədər təhsili inkişaf etdirməkdir. Yəni buradakı prioritetlərdən, yəni prioritet qarşıya qoyulan məqsəd, əsas məqsəd deməkdir. Həmin prioritetlərdən biri də məktəbəqədər təhsili inkişaf etdirməkdir. Yəni Azərbaycan bir dövlət olaraq 2030-cu ilə qədər bu işi görməyi qarşısına qoyub. Yəni bir çox işləri qarşısına qoyub görməyi, onlardan biri də məktəbəqədər təhsili, ümumiyyətlə təhsili inkişaf etdirməkdir. Ki bu çox vacib bir şeydir. Yəni əziz bağça müdirləri, biz burada nəyə demək istəyirik ki, diaqnostik qiymətləndirmə əslində dövlət sənədlərinə əsaslanır. Yəni, mərhələ-mərhələ baxsaq deyirik ki, bax bu sənəd var ha, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər sənədi. Bu bir strategiyadır da dövlətin. Bu nə deməkdir? Bu sənəd ölkənin ümumi inkişaf istiqamətini müəyyənləşdirən əsas dövlət proqramlarından biridir və həmin dövlət proqramında da təhsilin, xüsusilə də məktəbəqədər təhsilin inkişafı bir əsas prioritet kimi, bir məqsəd kimi qarşıya qoyulur. Və burada gördüyünüz sənədlərdə deyilir ki, bax bir də bu var. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası sənədi. Bax bu iki sənəddən burada söhbət gedir. 2030 və 2022-2026-cı illər. Hər iki sənəddə ümumiləşdirərək desək, belə bir nəticəyə gələ bilirik ki, xüsusilə məktəbəqədər təhsilin inkişafı burada önə bir vəzifə kimi qoyulub. Və bu sənədlərdə deyilir ki, Azərbaycan bir ölkə olaraq həm rəqabətə davamlı, həm müasir bir cəmiyyət qurmaq istəyirsə, bunun əsasında da nə dayanır? Əlbəttə ki, güclü təhsil dayanır. Və təhsil də ömür boyu öyrənmə prinsipi üzərində qurulmalıdır da, hörmətli müəllimlər. Gəlin bundan hamımız razılaşaq ki, məktəbəqədər təhsil sistemində də keyfiyyət, peşəkarlıq və əhatəlilik burada əsas hədəflərdən biridir. Yəni, dövlət səviyyəsində artıq bizə belə bir mesaj verilir ki, müasir bağça rəhbəri və bağçada çalışan tərbiyəçi müəllimlər olsun, dayələr olsun, yəni bu işdə öz peşəkarlıq səviyyələrini artırmalıdırlar. Yəni, bağça müdirləri qismində dəyərləndirsək deyə bilərik ki, müasir bağça rəhbəri yalnız idarəçi deyil, həm də bir keyfiyyətin təminatçısıdır, işinin lideridir. Bax, belə görüb belə dəyərləndirməliyik. Ona görə də diaqnostik imtahandan keçirəcəyik, daha sonra sertifikasiya imtahandan keçirəcəyik. Bax, bu qayda ilə nəzərdə tutulacaq. Və burada əsas məqsəd
Nədir ki, bu deməli bizim bu dediyimiz sənədlərdə əsas məqsədlər odur ki, məktəbəqədər təhsilin əhatəsi genişləndirilsin, müasir təhsil modeli qurulsun, pedaqoqlar və rəhbərlər, yəni sizlər üçün ixtisas artırma təlimləri keçirilsin, keyfiyyət təminatı sistemi yaradılsın və ən əsası pedaqoji idarəetmə və heyətin sertifikatlaşdırılması sistemi tətbiq olunsun. Və diaqnostik qiymətləndirmə də sizin bu keçəcəyiniz diaqnostik imtahanda sertifikatlaşdırma sisteminin əslində bir hissəsidir. Yəni məqsəd siz müdirlərin bilik, bacarıq və idarəetmə səriştələrini nə etməkdir? Müəyyənləşdirmək və inkişaf etdirməkdir. Biz indi bu sənəddə bir-bir bunlara baxacağıq. Baxın, burada qeyd olunub ki, erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması. Burada 4-cü maddədə qeyd olunub bütün bu məsələlər. İndi biz bir-bir bunlara baxaq diqqətlə. Deməli, Nazirlər Kabinetinin qərarına əsasən bağça müdirinin müəyyən bir məsuliyyətləri var. Bax, burada qeyd olunub. İndi sadə dillə mən sizə deyim, ümumiləşdirib. İndi bu sənədə də siz baxarsınız. Birinci məsuliyyətləri nələrdir bağça müdirinin? Bağçanın bütün fəaliyyətinə görə məsuliyyət daşımaq, bağçanı dövlət və ictimaiyyət qarşısında təmsil etmək, əmrlər və göstərişlər vermək, ailələrlə və ictimai təşkilatlarla əlaqə qurmaq, intizam və daxili qaydaları təsdiq etmək, bağçanın işi barədə hesabat vermək və müdirin ümumiyyətlə fəaliyyəti nələrdən ibarətdir? Ona da bir baxaq. Yəni illik fəaliyyət planının hazırlanması və həyata keçirilməsinə nəzarət etmək, pedaqoji heyətin işinə rəhbərlik etmək, uşaqların təhlükəsizliyinə, qidalanmasına, gigiyenasına cavabdeh olmaq, nəzarət etmək, peşəkar inkişaf üçün şərait yaratmaq, həmin müəssisədə çalışan tərbiyəçi müəllimlər üçün, dayələr üçün və digər personal üçün, pedaqoji şuraya rəhbərlik etmək, məktəb və valideynlərlə əməkdaşlıq etmək. Yəni, buradan da biz nəyi görürük, hörmətli müəllimlər? Görürük ki, yəni müdir yalnız idarəçi yox, həm də lider, təşkilatçı, metodiki rəhbər və keyfiyyətin qoruyucusudur da əslində. Bu maddələrə bir-bir baxarsınız, mən bunların sadə dillə izahını əslində sizə verirəm ki, daha yaxşı yadınızda qalsın. Və bunun, yəni buradan nə nəticə biz çıxarmalıyıq, hörmətli müəllimlər? Yəni bu maddələrə baxarıq da, yəni bunları sadaladıq, müəllimin vəzifələrini və bağça müdirinin vəzifələrini və fəaliyyətini ki, hansı fəaliyyətlərə cavabdehdir bağça müdiri. Və bizə bunu göstərir ki, müdirin işi sadəcə inzibati idarə etmə deyil, həm də peşəkar və strateji bir liderlikdir əslində. Və müdirin peşə yararlılığını ölçmək üçün rəsmi və sistemli bir qiymətləndirmə çərçivəsi lazımdır ki, o sənəd də bax budur həmin çərçivə sənədi. Məhz buna görə də diaqnostik qiymətləndirmə imtahanı keçirilir və hörmətli bağça müdirləri bu izahı diqqətlə dinləyirsinizsə, əgər istəyirsinizsə bu PDF sənədini yükləməmisinizsə, mənə yaza bilərsiniz. Mən sizə həm şərhlərdə yaza bilərsiniz YouTube kanalımda. Mən bu izahı sizə ödənişsiz olaraq indi paylaşacağım YouTube kanalımda. Siz orada şərhlərdə də yaza bilərsiniz ki, bu PDF sənədini göndərmək üçün, PDF sənədini paylaşmaq üçün mən çalışacağım YouTube-un açıqlama hissəsində də bunu vereyim. Amma mənə 055 933 55 75 nömrəsi vasitəsilə də yaza bilərsiniz. Sizə həmin sənədi göndərərəm, əgər hələ də yükləməmisinizsə. Və sadə dillə izahına dair də məndə PDF sənədi var. Bu sənədin sadə dillə izahı, yəni sizə necə izah eləyirəmsə, o qayda ilə əsas məsələləri yığacam və lakonik şəkildə hazırladığım bir PDF sənədi. O sənədi də istəyə bilərsiniz, mən sizinlə bölüşə bilərəm onu, hörmətli bağça müdirləri. Yəni, heç bir problem yoxdur bu barədə. Və buradan belə bir nəticəyə gələk ki, bir baxaq ki, indi davam eləyək. Baxaq ki, bütün bu hüquqi sənədlərdən çıxan əsas nəticə nədir? Həm qanunvericilikdə, həm o milli prioritetlər sənədində göstərir ki, müdir dedik ki, sadəcə işi inzibati idarə deyil, həm də peşəkar və strateji liderlikdir. Bəs biz buradan nəyi başa düşüb və imtahana necə hazırlaşmalıyıq? Bax, burada əsas məsələ müəllimlər. Buranı diqqətlə dinləyin. Bu imtahan, yəni elə başa düşə bilərsiniz ki, məsələn, burada baxırsınız qanunun maddələrinə və deyirsiniz, mən bunların hamısını əzbər yadımda saxlamalıyam, əzbər bilməliyəm. Bu yanlış bir düşüncədir. Mahiyyətini dərk eləmək lazımdır. Çünki test imtahanında sizdən əzbər heç nə soruşulmur ki, müsahibə mərhələsində ümumiyyətlə əzbərçiliyə ehtiyac yoxdur. Yəni, orada qiymətləndirirlər ki, biz başa düşmüşük mövzunun mahiyyətini yoxsa yox. Bax, mənim əsas, bizim ödənişli dərslərimizdə də çalışdığım əsas məsələ budur ki, qatılan müəllimlər kursa mahiyyətini başa düşsünlər ki, sonra heç kim bizi çaşdıra bilməsin. Və biz qanunları əzbər bilməli yox, onların mahiyyətini anlamağı əslində bu sənəd bizdən tələb eləyir. Və
Əsas məqsəd bağçada lider kimi, o müəssisənin rəhbəri kimi mən necə bir keyfiyyət yaradıram sualına cavab tapmaqdır burada. Dövlət bax bunu axtarır. Bu imtahanı keçirməkdə məqsədi budur ki, müdirləri yoxlasın görüm ki, həmin keyfiyyəti yarada bilir bu müdir həmin bağçada, yoxsa yox. Və hazırlaşarkən diqqəti yönəldirsiniz Azərbaycan 2030 və 2022-2026 strategiyasında məktəbəqədər təhsilə dair olan hissələrə, burada bu sənəddə də verilib bunlar, siz də baxırsınız. Məktəbəqədər təhsil haqqında qanunun 4-cü maddəsinə və bunları qeyd edin müəllimlər. Bax bu dediklərimi ki, nələr burada bizdən tələb olunur. Həmin o iki sənəd və 4-cü maddəsinə, nümunəvi nizamnaməyə və tarif ixtisas kitabçasındakı rəhbər vəzifə öhdəliklərinə. Onlara, həmin sənədlərə açıb baxırsınız ki, ədəbiyyat siyahısında da verilib, indi orada gələcəm. Linklərin üstünə klikləməklə yükləyə bilirik, baxa bilirik də, yəni çox asan, rahat hazırlanıb. Və burada bu vaxta kimi qeyd etdiklərimizə də əsaslanaraq deyə bilərik ki, idarəetmə səviyyəsi və peşə yararlılığının göstəriciləri üçün burada 4 dənə sahə müəyyənləşdirib dövlət. Bax verilib. Pedaqoji etika və əməkdaşlıq, rifah, pedaqoji liderlik və idarəetmə. Bu 4 sahə, rifah, pedaqoji liderlik, idarəetmə və pedaqoji etika və əməkdaşlıq bir sistem kimi bir-birini tamamlayırlar. Rifah nə deməkdir? Qısa desək, bunlara indi bir-bir baxacağıq cədvəl üzrə. Rifah sağlam mühit yaradır, sağlam mühit peşəkar liderliyə şərait yaradır, liderlik səmərəli idarə etməni təmin eləyir, idarə etmə isə etik əməkdaşlıq və ictimai etimadı gücləndirir əlbəttə ki. Və beləcə bu sahələr bir dairəvi proses kimi, yəni holistik, bütöv bir proses kimi dayanıqlı keyfiyyət idarə etməsini formalaşdırır. Biri olmasa digəri olmaz. Bunlar 4-ü də bir yerdə olmalıdır. 4-ü də eyni inkişaf dinamikası üzrə inkişaf etməlidir. Rifah deyəndə biz nəyi nəzərdə tuturduq? Uşaqların və işçilərin rifahı, yəni burada iki məsələ var da, həm səmərəli iş mühitinin formalaşdırılması və uşaqlara hərtərəfli qayğı göstərilməsi məsələsi, onların fiziki inkişafı filan. Ümumilikdə baxaq indi indi xırdalığına qədər gedərik, izah eləyərik. Deməli, biz rifah deyəndə nəzərdə tuturuq ki, uşaqların və işçilərin rifahına cavabdehdir müdür. Yəni bu sahə rəhbərin insan yönümlü, humanist yönümlü idarə etmə bacarığını ölçür. Yəni bağçada uşaqların və işçilərin özünü təhlükəsiz, dəyərli və rahat hiss etməsi üçün nələr etdiyimiz burada qiymətləndirilir bağça müdiri olaraq. Və burada iki istiqamət var dedik. Birincisi uşaqların rifahı üçün gördüyümüz işlər, yəni uşaqlar üçün fiziki və emosional cəhətdən təhlükəsiz, qayğıkeş, mehriban mühit yaradırıqmı, uşaqları hər cür zorakılıqdan qoruyuruqmu, onların hüquqlarına hörmət və müdafiəni təmin edirikmi, İşçilərin rifahında isə müəllimlərin psixoloji sağlamlığını qorumaq, dəstək mühiti əlbəttə ki, formalaşdırmaq, komandada əməkdaşlığı və motivasiyanı artırmaq nəzərdə tutulur. Yəni, sadə dillə desək, bağçada hər kəsin özünü rahat, güvənli, dəyərli və təhlükəsiz hiss etməsini təmin edə bilirəmmi sualı? Bax, bu rifah sahəsi daxilində ölçülür. Və gəlir ikincisi pedaqoji liderlik. Bu sahə rəhbərin tədris və metodiki işə rəhbərlik bacarıqlarını əhatə eləyir. Yəni siz sadəcə idarəçi yox, pedaqoji prosesi istiqamətləndirən lider kimi qiymətləndirirsiniz. Burada əsas istiqamətlər nələrdir pedaqoji liderlikdə? Əsas istiqamətlər bunlardır. Metodiki işin təşkili, müəllimlərin metodik dəstəklənməsi, planlaşdırma və müşahidə mexanizmlərinin təşkil olunması, tədris mühitinə nəzarət, yəni proqramın yaş və maraqlarına uyğun olmasını təmin etmək uşaqlar üçün, peşəkar inkişaf, həm özünün, həm də müəllim heyətinin davamlı öyrənməsi üçün plan qurmaq. Yəni, sadə dillə desək, mən bağçada öyrənən, düşünən, inkişaf etdirən bir mühit yaradırammı, yoxsa yox? Və idarə etməyə baxaq, hörmətli müəllimlər. Bu sahə rəhbərin təşkilati bacarıqlarını ölçür. Bir mənalı olaraq rəhbərin təşkilati və inzibati idarə etmə bacarıqlarını əhatə eləyir. Yəni, siz həm strateji düşünən bir rəhbərsiniz, həm də menecer kimi burada qiymətləndirirsiniz. Və əsas istiqamətlər də onlardır ki, qanunvericiliyə uyğun idarə etmə, sənədləşmə, daxili qaydalar, nizam-intizam, maliyyə və təsərrüfat fəaliyyəti, baxın, bura daxildir, resurslardan səmərəli istifadə bura daxildir, şəraitin qorunması, məktəbəqədər müəssisədə şəraitin qorunması, planlaşdırma və hesabatlılıq,
illik planların hazırlanması, nəticələrin izlənilməsi və təqdimatı. Yəni sadə və qısa desək, bağçanın işini həm qanunla, həm də səmərəli şəkildə idarə eləyə bilirəm. Və dördüncü, pedaqoji etika və əməkdaşlığa indi gəlin baxaq. Bu sahə rəhbərin insanlarla ünsiyyət və əlaqə qurma bacarığını ölçür, hörmətli müəllimlər. Bu sahə ona görə daxil edilib diaqnostik qiymətləndirməyə ki, rəhbər şəxs, yəni məktəbəqədər müəssisə rəhbəri, bağça müdiri olan sizlər ünsiyyət və əlaqə qurmağı necə bacarırsınız? Yəni bağça rəhbəri olaraq valideyn, müəllim, ictimaiyyət və tərəfdaşlarla əməkdaşlıq mədəniyyətiniz bir növ burada qiymətləndirilir. Öz icmanızla, tabeliyinizdə çalışan müəllimlərlə və əsas istiqamətlər valideyn və ictimaiyyət arasında etimadın formalaşdırılmasıdır. Bağçanın nüfuzunun qorunması və ictimai imicinin gücləndirilməsidir əlbəttə ki, burada. Digər təhsil müəssisələri və təşkilatlarla səmərəli əlaqələrin qurulmasıdır və sadə dillə belə desək və yekunlaşdırsaq müəllimlər deyə bilərik ki, bağçamız cəmiyyət üçün bir nümunədir və mən də bağça müdürü, bağça rəhbəri olaraq bu nümunəni yaradan bir liderəm burada. Yəni bacarırammı bunu ümumilikdə bir liderlik eləyə bilirəmmi? Baxın, burada bir-bir hamısı bunlar qeyd olunub. Hamısını bir-bir qeyd etdik. Rifah haqqında danışdıq, pedaqoji liderlik haqqında danışdıq. Dedik ki, burada metodik işin təşkili var və sair məsələlər var. İdarə etmə haqqında danışdıq, pedaqoji etika və əməkdaşlıq haqqında belə qısa danışdıq. İndi baxaq bu test imtahanı mərhələsində suallar necə düşür? Suallar necə düşür? Suallar deməli belə. Rifah sahəsindən üzrə mövzuları burada qeyd olunub. Yəni, uşaqlara hər tərəfli qayğı və müdafiə məsələsi burada qeyd olunub. Dedik ki, uşaqlar və kollektiv üçün sağlam, təhlükəsiz və pozitiv mühit yaratmaq idi da rifahı qorumaq. Və burada gördüyünüz bu sağdakı mövzulardır. Səmərəli iş mühitinin qurulması, hüquqların qorunması, uşaqlara hər tərəfli qayğı və müdafiə olunması və baxsaq mövzular üzrə görürük ki, burada müdirin fəaliyyəti nədən ibarətdir? Müdirin fəaliyyəti belə olmalıdır burada. Hər qrupda uşaqların gündəlik qayğı rutinlərini, yemək, yuxu, gigiyena, gəzinti üçün dəqiq cədvəl hazırlanır, divardan asılırmı buna müdir diqqət yetirməlidir. Və zorakılığa qarşı burada xüsusi bir məsələ var ki, sıfır tolerant olmaq siyasəti tətbiq olunmalıdır. Yəni zorakılıq heç bir halda görməzdən gəlinməməlidir, görməməzlikdən gəlinməməlidir. Mütləq ona qarşı biz sıfır tolerantlıq, yəni sıfır dözümlülük göstərməliyik. Heç bir zorakılığın heç bir halına nə fiziki, nə psixoloji yol verməməliyik bağçanın ümumi fəaliyyətində uşağa qarşı. Və hər hansısa bir zorakılıq və ya şiddət əlaməti müşahidə olunarsa, müdir dərhal tibb bacısı, valideynlə əlaqə saxlayır, akt tərtib eləyir, bu kimi məsələlərlə məşğul olur və uşaqlara və onların valideynlərinə bu barədə məlumat verir. Müəllimlər üçün etik davranış qaydalarında, ünsiyyətə, sərhədlərdə fikir verir, baxır buna, nəzarət eləyir bu işə və səmərəli iş mühiti yaradır ki, iclas keçirir müəllimlərlə, ideyaları toplayır, həmin ideyaların həyata keçirilməsini təmin edir. Əgər məsələn kollektiv daxilində hansısa bir konflikt baş verərsə, neytral vasitəçi kimi bunu dinləyir. Emosiyaları yox, faktları burada əsas götürür və işçilərin motivasiyasını təmin edir. Ayın müəllimi kimi məsələn seçim eləyə bilər arasından, müəllimləri dəyərləndirə bilər, yaradıcı ideyalar lövhə sistemi yarada bilər, kiçik şifahi təşəkkürlər edə bilər. Yeni işçi məsələn kollektivə qoşulanda ona mentor məsələn təyin olunur da. Bax, bunlar hamısı bağçanın müdirinin o rifah sahəsinə verdiyi tövhələrdir. İndi gəlin baxaq ki, pedaqoji liderlik sahəsində hansı mövzulardır? Burada məqsəd təlim-tərbiyə prosesinin keyfiyyətinə rəhbərlik etmək və müəllimləri inkişaf etdirməkdir dedik. Gəlir burada metodiki işin təşkili. Metodiki işin təşkili üzrə müdirin fəaliyyəti belədir ki, il ərzində metodik plan tərtib olunur. Bilirsiniz ki, aylıq seminarlar, müşahidələr, dərs nümunələri, məşğələ nümunələri, müəllimlərlə birgə uşaq yönümlü məşğələlər planlaşdırılır. Məsələn, bir mövzu müxtəlif inkişaf sahələrinə inteqrasiya olunur. Deyək ki, məsələn, payız mövzusu həm riyazi, həm nitq, həm də təsviri sənət sahəsində işlənilə bilər də. Bu məsələlərin tətbiq olunmasına da birbaşa olaraq bağça müdirləri nəzarət eləyirlər. Və məşğələlərdən sonra da bir müzakirələr aparılır ki, bizim uşaqlara keçirdiyimiz bu məşğələdə nə yaxşı alındı, nəyi fərqli edə bilərik.
Yəni müəllimlərə planlaşdırma üzrə də bir dəstək şablonları burada verilir. Yəni müdir bütün bu prosesi nəzarətdə saxlayır və burada keyfiyyətə nəzarət və daxili monitorinq məsələləri də var bilirsiniz ki, ə, uşaqların aktivliyinə, oyun mühitinə, müəllimin istifadə etdiyi üsullara, yəni burada düzdür metodist də cəlb olunur. Amma sonda yenə də istənilən halda bağça müdiri bütün bu məsələlərlə maraqlanır. Və fəaliyyət mərkəzləri daim açıqdırmı burada bağçada, güşələr açıqdırmı, təhlükəsizdirmi, cəlb edicidirmi, kitab güşəsi, tikinti mərkəzi, təbiət güşəsi kimi yerlər və s. Və planlaşdırma məsələsində də hər müəllimə ildə bir dəfə fərdi inkişaf planı məsələn tərtib olunur. Müəllimlərə refleksiya vərəqləri verilir və uşaqlar nəyə maraq göstərirlər. Öz peşəkar inkişafı üçün bağça müdirləri həmçinin təlimlərdə, konfranslarda, onlayn vebinarlarda iştirak eləyirlər. Özlərini də inkişaf etdirirlər. İdarə etmə sahəsinə baxaq və müəssisənin işinin qanunvericiliyə uyğun idarə edilməsi burada əsas məsələdir və biz də dedik ki, təsərrüfat fəaliyyəti. Qanunvericiliyə uyğun idarə etmə deyəndə müəllimlər, onu dedik ki, yəni təhsil haqqında qanuna, məktəbə qədər təhsil haqqında qanunları daim müdir nə etməlidir? Nəzarətdən keçirilməlidir. Hətta siz diaqnostika imtahanına hazırlaşanda bu iki sənədi çox diqqətlə izləyin. Onu da əlavə edeyim ki, həmin qanunun, məktəbə qədər təhsil haqqında qanunun sadə dillə izahı və müəllimlərin etik davranış qaydaları haqqında məlumatlar, sənədlərin sadə dillə izahını mən öz YouTube kanalımda sizinlə paylaşmışam. Hətta bundan sonra gedib həmin izahları da izləyin təkrar-təkrar ki, yaxşı yadınızda qalsın. Yəni müəssisənin əmr kitabını, fəaliyyət kitabını, planını, protokolunu, tip sənədləri vaxtında doldurulmalıdır. Əmək məcəlləsinə uyğun iş qrafiki təmin olunmalıdır, məzuniyyət planları var, əmək müqavilələri burada bağlanılır. Daxili nizam-intizam qaydaları hər kəsə yazılı şəkildə təqdim olunur. Yəni bu məsələlərin hamısına bağça müdiri nəzarəti həyata keçirir və nəzarəti həyata keçirmək üçün ilk növbədə nə etməlidir? Birinci növbədə özünün bu sənədlərdən müdirin yaxşı xəbəri olmalıdır ki, bunu əməkdaşlardan da daha sonra tələb eləyə bilsin. Və təsərrüfat fəaliyyətində burada əsasən diqqəti biz yönəldirik qida məsələlərinə. Qida məsələləri də burada çünki çox sanitar gigiyena qaydaları da burada çox önəmlidir. Təhlükəsizlik tədbirləri, baxın yanğın, elektrik, təxliyə planı kimi məsələlər. Burada monitorinqləri daimi keçirməlidir müdir. Təmizlik və gigiyena standartlarını gündəlik nəzarətdə saxlamalıdır. Baxın, burada qeyd olunub ki, məktəbə qədər təhsil müəssisəsinin fəaliyyətinin uzunmüddətli və qısa müddətli planlaşdırılması. MTM, yəni məktəbə qədər təhsil müəssisəsi deməkdir. Yəni qısa abreviaturadır, qısaldılmış formatıdır. Fəaliyyətin planlaşdırılmasını təşkil eləməlidir müəllim. İl üçün ümumi strategiya planı, ay üçün cari fəaliyyət planlarının hazırlanmasına nəzarət və hər ayın sonunda da mütləq nə etməlidir? Məktəbə qədər təhsil müəssisəsinin nail olduğu nəticələri müzakirə etmək, aydınlaşdırmaq və gələcək istiqamətləri müəyyənləşdirmək. Deməli, müəllimlər, 3 sahəni dedik, mövzularına baxdıq və sonuncu pedaqoji etika və əməkdaşlıq ki, etik davranış, etimad və əməkdaşlıq bu hissədə yer alıb. Etik davranış, yəni müdirin fəaliyyəti burada nədir? Necə onu tənzimləməlidir? Müdirin buradakı rolu nədən ibarətdir? Yəni konflikt vəziyyətlərində emosiyasız qalmaq, faktlara əsaslanan ədalətli qərarlar vermək, ictimai etimadı formalaşdırmaq, valideynlərlə açıq ünsiyyət saxlamaq, məsələn, açıq qapı günləri keçirmək, valideyn klubu təşkil etmək, tərəfdaş qurumlarla, məsələn, mədəniyyət evləri ilə, kitabxana ilə, məktəblə əməkdaşlıq layihələri qurulması, yəni əməkdaşlığa aid də bütün bunlar hamısı. Deyəndə bunları sadalaya bilərsiniz. Və uşaq və valideyn məlumatlarının gizliliyinin qorunması, buna konfidensiallıq da deyilir. Konfidensiallıq haqqında da bir izah hazırlayıb sizə YouTube-da ödənişsiz olaraq paylaşacağım. Ona da baxa bilərsiniz ki, konfidensiallıqdan müdirlərə, bağçada tərbiyəçi müəllim işləyən istər sertifikasiya, istər MİQ imtahanına hazırlaşan müəllimlərə də və bağça müdirlərinə də konfidensiallıqdan %100 sual düşəcək. %100. Ona görə də o mövzunun həm PDF-ini, həm də izahını sizinlə YouTube-da paylaşacağım. Və əgər izahım xoşunuza gəlirsə, müəllimlər, burada kiçik bir xatırlatma edeyim ki, kanalıma abunə olun, şərh yazın, videolarımı bəyənin ki, mən də sizin üçün daha həvəslə, daha ürəklə bu ödənişsiz videoları paylaşım. Yəni, hər bir müəllimin motivasiyaya ehtiyacı var, hətta təlimçilərin belə. Çalışın ki, videonu bəyənirsinizsə, xoşunuza gəlirsə, bu izahlar əlbəttə sizin üçün faydalıdırsa, kanalıma abunə olun.
Mən baxıram ki, mənim YouTube kanalımda kanalımı izləyənlərin, bu paylaşdığım ödənişsiz videoları izləyənlərin əksəriyyəti müəllimlər kanalıma abunə olmadan, bəyənmədən izləyir. Çalışın ki, izləyəsiniz, kanalıma abunə olasınız ki, abunə sayı artsın və orada bəyənmələrin sayı artsın ki, mən də sizin üçün daha həvəslə hazırlayayım bu materialları. Və əməkdaşlıqda valideynlərlə dedik, açıq ünsiyyətin saxlanılmasını qeyd etdik, ictimai təşkilatlarla, digər bağçalarla təcrübə mübadiləsinin aparılması bu məsələlər bura daxildir və uşaqların ailələrini də əlbəttə ki, təhsil prosesinə cəlb etmək daxildir. Və nəticə olaraq bu 4 sahədən biz nəyə qərara gələ bilərik? Nəticə olaraq nə deyə bilərik bu 4 sahə üzrə? Onu deyə bilərik ki, uşaqların rifahı qorunur, müəllimlər dəstəklənir və inkişaf edir, müəssisə qanunlara uyğun işləyir və valideyn və cəmiyyətin etimadı formalaşır. Və müəssisə rəhbəri bir pedaqoji liderlik eləyir, rəhbərlik etdiyi müəssisəyə. Və burada görürsünüz ki, Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən sizin üçün ədəbiyyat siyahısı da paylaşılıb, tövsiyə olunan ədəbiyyat siyahısı. Burada məsələn qeyd olunub təhsil haqqında Azərbaycan Respublikasının qanunu. Baxın, burada linklərə üzərinə keçid etməklə həmin materialları izləyə bilərsiniz, oxuya bilərsiniz, endirə bilərsiniz. Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi, bax, bunlar hamısı vacib sənədlərdir. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu. Bu sənədə baxırsınız, hamısının linkləri burada verilib. Baxın, bir-bir hamısını açın, hörmətli müəllimlər, hamısını yükləyin, özünüzdə olsun, üstündə qeydlər apara-apara, izahları izləyə-izləyə, baxın, yadınızda, həm göz yaddaşı ilə yadınızda qalsın. Bax, məktəbəqədər təhsil qruplarında işin təşkili metodikası, bağça müdürünün metodikadan da xəbəri olmalıdır. Yəni, işi bilməsə, necə nəzarət edə bilər əməkdaşların işinə? Yəni, birinci bağça müdürü özü başa düşməlidir də buradakı mövzuları. Metodik tövsiyələr kitabı, baxın, kurikulum sənədi, məktəbəqədər təhsilin. Bunların hamısını bir-bir endirirsiniz, baxırsınız, etik davranış qaydaları. Buradakı mövzuların bəzilərinin izahı mənim YouTube kanalımda pulsuz ödənişsiz olaraq sizinlə paylaşılıb. Həmin izahları da izləyə bilərsiniz. Və burada bir kitaba sizin diqqətinizi çəkmək istəyirəm mən, hörmətli bağça müdürləri. Bura baxın, Uşaq yönümlü demokratik məktəbəqədər təhsil. Bu kitabı mütləq endirin və bu çox qiymətli bir vəsaitdir Azərbaycan dili üçün. Və bir çox suallar həm tərbiyəçi müəllimlərə, həm bağça müdürlərinə bu kitabdan düşəcək. Həm test mərhələsində və xüsusilə də müsahibə mərhələsində. Yanğından mühafizənin norma və qaydaları, baxın, bu da var burada. Bunu da indirin. Amma bu kitabı diqqətlə, kim endirməyibsə, məndə var, məndən də istəyə bilər. 055 933 55 75 nömrəsi vasitəsilə məndən əlaqə saxlaya bilərsiniz. Və indi burada qiymətləndirmə cədvəli var. Baxırıq ki, hansı sual, hansı sahə üzrə həmin 4 sahədən nə qədər sual sayı düşəcək. Bax, pedaqoji liderlikdə ümumi sual sayı 25 olacaq. İdarə etmədə 15, rifahda 10, pedaqoji etika və əməkdaşlıqda 10. Ümumilikdə 60 sual olacaq müəllimlər. Ümumilikdə 60 sual olacaq və biz baxırıq burada. Deməli, pedaqoji liderlikdə ola bilər ki, 4-6, yəni bu 4-6 o deməkdir ki, 4-6 aralığında, 4 də ola bilər, 5 də ola bilər. Orta səviyyəli 5-8 sual və ümumilikdə 12 sual. Tətbiq etmək və təhlil etməklə bağlı 5-7, yəni 6-8, yəni ümumilikdə 13. Və dəyərləndirmək və yaratmaqla bağlı 2-yə qədər asan sual, orta səviyyəli sual hardasa 1 və ümumi 2 sual olacaq da, yəni 2 sual ümumi düşəcək dəyərləndirmə və yaratmaqdan. Bunu Bloom taksonomiyası əsasında dəyərləndirə bilərsiniz. Yəni, burada, məsələn, say aralığıdır da, bax, bu say aralığıdır. Ki, 2-3 kimi göstərilibsə, bu, həmin sual sayının minimum 2, maksimum 3 olacağını bildirir. Baxın, burada. Bax, 5-7. 5-7 sual təxminən. İdarə etmədən dedik ki, 15 sual. Rifahdan dedik ki, 10 sual, pedaqoji etika və əməkdaşlıqdan da 10 sual, yəni test imtahanında iştirakçılara 60 sual təqdim olunur. Hər imtahan sessiyasındakı sualların sayı cədvəldəki xanalarda qeyd olunan aralıqda uyğun dəyişə bilər. Belə, hörmətli müəllimlər və qiymətləndirmə cədvəlinin əhəmiyyətinə gəlib baxaq, bunu da qoy deyək və yekunlaşdıraq ki, burada sizdən verilən çərçivə sənədi əsasında göstərilən mövzulardan düşəcək. Məzmunun validliyi, bax, o deməkdir. Bax, özünüzü burada, buna diqqətlə baxın, məzmunun validliyi
Sizdən tələb olunan sənəd əsasında, yəni burada göstərilməyən mövzulardan düşməyəcək. Nə varsa, nə nəzərdə tutulubsa diaqnostika çərçivəsi sənədində ona əsasən salınacaq mövzular. Məsələn, bunu bilirsiniz necə düşünə bilərsiniz? Ola bilər ki, gəlin ümumi təhsildən götürək də. Əgər mən 5-ci sinifdəki uşaqlara natural ədədləri keçməmişəmsə hələ, gəlib natural ədədləri soruşa bilərəm müəllim olaraq onlardan keçmədiyim bir şeyi. Bax, məzmunun validliyi o deməkdir. Ancaq keçdiyimiz şeyi soruşa bilərik, öyrətdiyimiz şeyi imtahan eləyə bilərik, soruşa bilərik. Diaqnostik çərçivədə də qeyd olunan məlumatları da belə düşünə bilərsiniz ki, həmin mövzular əsasında suallar düşəcək. Olmayan mövzular əsasında düşməyəcək. Və müxtəlif qruplar üçün oxşar imtahanların hazırlanmasına bu qiymətləndirmə cədvəli kömək edir. Sualların tərtib olunması zamanı bütün məzmun sahələri, mövzu və bacarıqlar arasında bir balans qurulur və testi tərtib edənlər, imtahanda iştirak edənlər və digər maraqlı tərəflər üçün bu məzmun sahələri üzrə fəaliyyət səviyyələri arasında fərqlilik göstərir. Bloom taksonomiyası əsasında qurulacaq. Bura baxın, Bloom taksonomiyasının mərhələləri var idi da, bilmək, xatırlamaq, anlamaq, təhlil etmək, tətbiq etmək, daha doğrusu sonra dəyərləndirmək və yaratmaq. Birinci gəlirdi bilmək, ona xatırlamaq da deyilir, bilmək, sonra gəlirdi anlamaq, sonra gəlirdi tətbiq, sonra gəlirdi təhlil etmək və sonra gəlirdi dəyərləndirmək və yaratmaq. Yaratmaq ən axırıncısıdır da, yəni ən axırıncı mərhələdir bir məsələni dərk etmədə, tətbiq etmədə, dərk etmədə, Bloom taksonomiyasına uyğun olaraq. Deməli, belə hörmətli müəllimlər, hər birinizə uğurlar arzulayıram və sonda onu da qeyd edeyim ki, izah sizə faydalı oldusa kanalıma abunə olun, bəyənin, şərh yazın və unutmayın ki, noyabr ayı üzrə qruplara və fərdi hazırlığa mən qeydiyyatı başlatmışam və bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi və işə qəbul imtahanına hazırlığı üzrə nəzərdə tutulub mənim kursum. Tam sıfırdan biz bütün mövzuları öyrənirik, dərk edirik, mahiyyətini başa düşürük və noyabr qruplarına xüsusi bir endirim də təşkil etmişəm. Endirimdən yararlanmaq üçün mənimlə 055 933 55 75 nömrəsinə yazmağınız kifayətdir. Hər birinizə uğurlar arzulayıram. Ümid etdim ki, bu izah sizin üçün faydalı oldu. Diqqətlə dinləyin, qeydlərinizi götürün və hər hansısa bir sualınız varsa mənə şərhlərdə də yaza bilərsiniz.